Çox şükür Allahın məsləhətinə. O belə istəyir, düzgün yeriyim. Uşaqkən Allahdan arzu edərdim, bircə gün nə olar, düzgün yeriyim. İllərdir xəstəyəm, qəm çəkirəm mən. Buz olub ürəyim əriyə bilmir. Uşaqlar görəndə belə deyirlər, buna baxayana yeriyə bilmir. Utandım güya ki eşitmədim mən. O an ölmək istədim, inanın vallah. Hardasa halımla razılaşıram, dağına baxaraq qar verir Allah. Bu həyat belədir. Razılaş qardaş, bu həyat belədir, razılaş qardaş. Çünki danışıram dəlilləri ilə. Mənim dostlarımın yarısı əlildir, sözüm yaxşı tutur əlilləri ilə. Bunları yazmaqda budur məqsədim, vicdanı yatanlar oyanar bəlkə. Heç vaxtı qızla görüşməmişəm, mənimlə gəzəndə utanar bəlkə. Gəlin dua edək hər gün Allaha. Dünyada dərmansız xəstə qalmasın. Fiziki qüsurlu olanda nə olar, çalışaq daxildə qüsur olmasın. Harama heç vaxt əl uzatmadım. Qazanıb halal yemişəm. Bilirəm səsimi eşidir Allah, sağalım o günə qurban demişəm. Birinin gözləri zülmətə məhkum, işıqlı dünyanın marağını çəkir. Adam var əllə sevgi göstərir, adam var görəndə qulağını çəkir. Dünən internetdə bir şey oxudum. Danışsam bəlkə də donub qalarsınız. Bir xanım götürüb status yazıb, qızlar əlillə ailə qurarsınız. Yazdım ağıllı ol, belə davrama. Yoxsa inciyər sizdən əlillər. Söndür işıqları, qoy zülmət olsun. Görün ki, nə çəkir gözdən əlillər. Mənim ayaqlarımı Allah alsa da, hər şeyə rəğmən gülər insanam. Soruşsan kiməm ya da nəçiyəm, mən ana bətnində ölən insanam. Adam var baxırsan sağlam biridir, həyatın qəmində, kədərindədir. Əlillər xoşbəxtdir, bəxtəvərdilər. Onlar Allahın nəzərindədir. Allah köməyi qılsın. Alqışlayaq oğlan, alqışlayaq. Can, çox gözəl, çox gözəl. Hamımız həqiqətən də çox duyğulandıq. Çox xoşumuza. Şair deyirlər də, şeir yazırlar, kitab çıxardırlar. Valla bu uşağın yazdığı şeir, özdəki görün hansı, özü də bu həyatı yaşayan uşaq. Belə bir yazdığı şeir, bir dənə kitabdır bu. Valla insanlar üçün bir nümunədir. Başa düşən olsa, belə şeylər yazmaq bu lazımdır. şeirin içində bir həyat dərsi var. Kimə baxırsan şeir yazır, sevgidən yazır. Belə, o belə, bu belə. Təsirli, Allah can sağlık. Elgiz müəllim. Ümumiyyətcə, Elgiz bəy. Ataş, get o çorabı götür, qatdalı boyunca. İcazə verirsən, Elgiz müəllim, bir kəlmə söz deyim. Ataş, icazə verirsən bir qardaşım. Allah canını sağ eləsin. Çox gözəl, təsirli şeirdir. Allah mən içərimdən ağladım. Mən özümə çox təsirli oldu. Allah bütün əllərə, belə qardaşlarımıza, bacılarımıza şəfa versin, Allah kömək etsin. İcazə versən o çorabı mən özümə götürüm. Ay Allah. Alqışlayaq. Yaxşı. Ataş, bildir sözünü. 20 ildir etirama şeir deyirəm, təsirlənməyim. Düz istəyəm. Mənim evdə 4 dənə ən dəyərli saatım var. Bu qol saatımı da ona hədiyyə edirəm. Ay, çox gözəl. Çok sağ ol. Helal olsun. Helal olsun oğlum sənə. Bu saatı mənim Rostov şəhərində dostum vardı, polis edindi, içəridə də Allah qapısını açsın. Amin. Yəni nədənsə getdi düşləri, Rostov şəhərinə hədiyyə eləmişdi. Mən də bunu hədiyyə edirəm. Bu çox dəyərli saatdır. Özü yaxşı saat. Çok kıymetli iş gördünüz. Bunu sən hədiyyə edirəm. Elgiz bəy, bir də xahiş eləyirəm, mən ürək sözümü deyim. Ataş, bir məsələtim var. Keç, ikincisini özün bilərsən. Sabırlı ol həmişə. Ay sağ ol.